Salam değerli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Əliyava Sevinç. Bugün mən sizin üçün Azərbaycan Respublikasının Təhsil İnstitutunun sizlər üçün təqdim etdiyi, hansı ki texnologiya fən müəllimləri üçün təqdim etdiyi texnologiya suallarını geniş şəkildə izah edəcəm. İndi isə hər birinizə ilk öncə MİQ və sertifikasiya imtahanlarında uğurlar arzulayıram. Bu tipli suallara diqqət olun. Bütün siniflər demək olar ki, əhatə edən suallar təqdim olunub müəllimlər. Texnologiyanın emal xətlərinə uyğun ardıcıllığı da qoruyublar müəllimlər. Gəlin indi baxaq. Birinci sualımızda. Texnologiya dərsində şagird konserv bankalarının hazırlanmasında, baxın konserv bankalarının hazırlanmasında istifadə edilən 0.2 0.5 milli qalınlıqda nazik təbəqə metal haqqında danışdı. Bu məlumat hansı metal növünü xarakterizə edir? Müəllimlər, bilirsiniz ki, 0.2 0.5 milli qalınlıqda olan tənəkələrin qalınlığıdır müəllimlər. Tənəkələr də hansı ki müəllimlər qeyd etdiyim kimi 5-ci sinifin dərsliyindədir. Poladdan hazırlanan bir metal hesab olunurlar. Müəllimlər, bu tənəkələr polad metaldır, hansı ki haqqında danışan zaman qeyd etmək istəyirəm. Əgər aralıqda 0.2 0.5 yazıbsa, bu aralıqda olan bütün rəqəmləri onlar istifadə edə bilərlər. Amma bizim üçün lazımdır. Baxın variantlara. Deməli, sinklənmiş tənəkə var, mis təbəqə yoxdur, çuğun təbəqə də yoxdur. Biz indi burada qalmışıq 3 variantın arasında. Hansı tənəkədir görəsən? Deməli, müəllimlər, cavablarda yazıb ki, konserva bankası. Sualın qoyuluşuna diqqət edin. Konserva bankasının hazırlanmasında istifadə olunan tənəkə növümüz hansıydı? Əlbəttə ki, o C variantı olan ağ tənəkəmiz idi müəllimlər. Ağ tənəkə nazik qalay təbəqəsi ilə örtülür. Konserva bankalarının hazırlanmasında daha çox istifadə olunur. Singlənmiş tənəkə isə nazik sing təbəqəsi ilə örtülmüş tənəkədir. Qara tənəkənin isə örtüyü olmur müəllimlər. İndi isə növbəti ikinci sualımıza, burada sxem şəklində bizə uyğunlaşdırmanı istəyir. Birinci, bıçağın itlənməsinə aiddir. İtləmə bucağı 25-30 dərəcədir. İtləmə bucağının böyüməsi ikinci verilib. Üçüncü isə tiyənin göyərməsidir. Gəlin baxaq. A. Bıçaq kütləşir. Bıçaq nə zaman kütləşər? Əlbəttə ki, itləmə bucağı böyüyəndə kütləşər. Deməli, 2A-ya gedəcək. Metal möhkəmliyini itirər. Əlbəttə ki, tiyə görənən zaman bu nəyin göstəricisi olur? Metalın möhkəmliyinin itirilməsinin göstəricisidir. 3B-yə gedəcək. Standart mətbəx bıçaqlarda 25-30 dərəcə bucaq altında itilənirdilər. Ona görə də 1C. Deməli, 1C, 2A, 3B doğru cavabımız A variantı olmuş olacaq müəllimlər. Digər növbəti sualımıza diqqətlə baxağın. Burğulamanın sonunda burğunu deşikdən çıxardarkən oduncağı sınıb qopmaması üçün usta hansı texnikadan istifadə etməlidir? Müəllimlər, dayağa təzyiqi azaltmalıdır. Bu bizim 5-ci sinifdə keçdiyimiz bir məlumatladır. Hansı ki burğulama mövzusunda qeyd olunub o. Təzyiqi azaltmalıdır. Doğru cavab B variantı hesab olunacaq. Hansı ki fırlanma sürətini artırmalıdır. Xeyr, əsla dayağı daha çox sıx bərkmə olmaz. Sıxmaq, dərhal geri çəkmək də olmaz. Pəstahı su ilə islatmaqda qətiyyən yol verilən hal deyil. Sonra digər sualımıza diqqətlə baxağın. Usta çox kələ kötür olan qalın taxta pəstahın səthində ilk dəfə emal etmək istəyir. Emal payı böyük miqdarda çıxartmaq üçün hansı yonucu alətlərdən istifadə olunur? Müəllimlər, burada gördüyünüz kimi şerxeybellər göstərilib, törpülər və bizim üçün göstərilib. Hansı ki biz müəllimlər 5-ci sinifdə bu məlumatı suvat da qeyd olunub müəllimlər burada. Amma mən sizə belə bir məlumatı vermək istəyirəm ki, bunlar yonucu alət deyirlər. Avtomatik şəkildə müəllimlər biz buradan variantlardan sufandı da çıxırıq, törpünü də çıxırıq. Şerxeybel, rəndə və fuqan qalır bizim üçün. İndi gəlin baxağın. Törpü ilə suvandı çıxdıq. Avtomatik şəkildə. Amma görün nə yazıb? Yonucu alətdir. Ancaq diqqətlə baxsaz, ilk dəfə emal, ilk yonucu emalı, qalın təbəqənin çıxarılması, böyük miqdarın çıxarılması diqqətlə olun. Hansı yonucu alət vasitəsilə həyata keçirilirdi? Şerxeybel vasitəsilə həyata keçirilirdi. Rəndə son təmizləmə işlərini həyata keçirtmək üçün istifadə olunur. Daha hamar səthin
alınması üçün istifadə olunur. Amma fuqan isə rəndələrdən böyük fuqan hesab olunur. Yassı hamar səthlərinin alınmasında istifadə olunur. Daha böyük miqdarda emal payı çıxartmır müəllimlər. Hətta ilk dəfə istifadə olunmur. İlk dəfə istifadə olunan bu şeirxeybeldir. Bunun bir başqa bir formatda sualı 2022-ci ildə MİQ imtahanında təqdim olunmuşdu. Digər növbəti sualımız, müxtəlif bucaqlar, hansı ki 30, 40, 45, 60 dərəcə bucaq altında pəstahın dəqiq kəsilməsini təmin edən tərtibat. Aha, demək hələ ki bilmirik ki, müəllimlər, 30, 40, 45, 60, 90 dərəcə hansının işidir? Tərtibat axtarırıq biz. Xarat bucaqlığa alətdir, reis musda alətdir, fuqan da alətdir. Avtomatik şəkildə çıxdıq, görürsünüz? Yəni, əgər bilmirsinizsə, onları çıxın və yaxud da müəllimlər, alətləri tapdınız, gördünüz bizdən tərtibat istəyir. Alətləri tapıb çıxardınızsa avtomatik variantlardan. Bilmirsiniz də 30, 40, 45 dərəcə, 60 dərəcə, 90 dərəcə bucaq altında kəsməni nə təmin eləyir? Aha, avtomatik şəkildə bunları çıxırsınız. Oduncaqla işləmək üçün tərtibatlar var müəllimlər. Atlıq taxta, dayaq və mişarlama qutusu. Atlıq taxta ülgünü çəkmək üçün idi. Mişarlama qutusu isə oduncağı 40, 30, 45, 60, 90 dərəcə bucaq altında kəsmək üçün istifadə olunurdu. Deməli, doğru cavabımız nə olacaq müəllimlər? C variantı olmuş olacaq. Alman alimlərinin apardığı tədqiqatlara istinad edən bir ailə sağlamlıq məqsədi ilə rasionuna qoyun əti əlavə edir. Onlar bu qərara ilə hansı xəstəliyin riskini azaltmağa çalışırlar? Müəllimlər, əlbəttə ki, 8-ci sinifin dərsliyində Alman alimləri qoyun ətindən danışan zaman qeyd etmişdi ki, qoyun əti hormonoloji digər qidaları qəbul etmir və hətta Alman alimləri hesab edirdilər ki, bu insanlarda xəncək toxumalarının inkişafını ləngidirdi və hətta demək olar ki, onları məhv eləyirdi müəllimlər. Deməli, cavablarımızda şəkərli diabet xeyr, ürək-damar çatışmazlığı xeyr, mədə-bağırsaq xəstəlikləri xeyr, xərçək toxumalarının inkişafı doğru cavab D variantı, görmə zəifliyi də xeyr, əsla. Baxırıq digər sualımıza. Həkim allergiyadan əziyyət çəkən və radiasiya fonu yüksək olan zonada yaşayan şəxsi keçi südünü məsləhət görür. Bu tövsiyənin elmi əsası nədir? Müəllimlər, yenə eyni mövzudan olan bir sualdır. Yenə 8-ci sinifdən, hansı ki ev heyvanlarına qulluq texnologiyası mövzusuna aid bir digər növbəti bir sualdır. Allergiyadan əziyyət çəkir, radiasiya fonu yüksəkdir. Müəllimlər, allergiyadan əziyyət çəkənlər, hansı ki immunoqlobulinid də allergiyada reaksiyaların göstəricisi hesab olunurdu. Radiasiya fonu da müəllimlər mənfi təsirlər idi. Bu radioaktiv element radionüklid idi. Bu da keçi südündə var idi müəllimlər. Demək, tərkibində 6-8% yağ yoxdur. Bu 6-8% yağlar qoyun südünün tərkibində var. Keçi südündə 1060 kilokalori enerji xeyr. 1 litr qoyun südünün ümumi qidalığı 1060 kilokaloridir. Tərkibində immunoqlobulin radionüklidlərin çıxarılması bu doğru cavabdır. Keçi südündən Roquefort pendiri hazırlanır. Xeyr, qoyun südündən Roquefort, Pecorino, Qafqaz, Brinzer pendirləri hazırlanırdı. Keçi südü halında keçilərin sürü halında yaşamaq xüsusiyyəti. Xeyr, bu da ona aid bir fikir deyil. Keçilər sürü halında yaşaya bilərlər, amma yəni sırf o radiasiyanı, allergen aradan qaldırmaq üçün sırf insanlara keçi südü verirdilər və keçi südü də demək olar ki, ana südünə yaxın olan süd hesab olunurdu. Bunun demək olar ki, dərisidir, yunudur, demək olar ki, onların gübrə kimi də hətta peynindən də istifadə olunur. Digər sualımız, mağazada balıq alan müştəri soyudulmuş balıq etiketi olan məhsulun həqiqətən təzə olduğunu yoxlamalıdır. Təzə balıq iki cür olur müəllimlər. Soyudulmuş balıq, bir də soyudulmamış balıq. Və hansı göstərici balığın xarab olduğunun birbaşa göstəricisidir. Müəllimlər, bu 7-ci sinifdən olan bir məzmundur. Hansı ki 7-ci sinifdən balıqlar mövzusuna aiddir. O mövzuda balığın istiemalı, balıq yeməkləri mövzusuna aid bir mövzudur. Səhv etmirəmsə 20-ci bir mövzu olmalıdır. Dedik ki, təzə balıq iki cür olurdu. Soyudulmamış balıq və ya soyudulmuş balıq. Soyumamış balıq hansı ki təzə tutulmuş balıqdır. Heç bir soyudulmaya məruz qalmayan, bədənin temperaturu da havanın temperaturuna bərabərdir. Soyudulmuş balıq isə yenə də o da təzə tutulmuş balıqdır. Soyuq hava ilə buzda 0 dərəcədə soyudulan balıqdılar. Tez xarab olurdu bu soyudulmuş balıqlar.
xoşagəlməz iyi gələ bilərdi, qidada təhlükəli ola bilərdi. Ona görə də onlara istifadə zamanı diqqət etmək lazım idi. Hətta deyirdi ki, təzə balığın, daha doğrusu balığın belə deyək də duza qoyulmuş balığın, dondurulmuş balığın keyfiyyətini yoxlamaq üçün də biz isti iynədən istifadə eləyirdik. İsti iynəni ona batıran zaman onun çürümüş iyi gəlirsə, deməli bu köhnəlmiş bir balıq hesab olunurdu. İndi biz nədən danışacağıq? Soyudulmuş balıq. Soyudulmuş balıq təzə balıqdır. Bədənin temperaturu soyuq hava ilə buzlu 0 dərəcəyə qədər soyudulan balığa deyilir. Baxaq, balığın hansı ki müəllimlər təzə olduğunu necə yoxlamalıdır? Yəni bilməlidir ki, hansı balıq təzədir. Burada yenə də başqa bir təzə balıqla xarab olmuş balığın xüsusiyyətlərini bilməlidir. Baxaq, balığın qəlsəmələrinin qırmızı rəngdə olması xarakterik iyi verməsi. Hətta deyəlim ki, qırmızı rəngi bilmədiniz, xarakterik iydən biləcəksiniz ki, balığın öz xarakterik iyi var. Bu əlbəttə ki, təzə balıqdır. Balığın üzəri nazik, şəffaf bir seliklə örtülür. Yapışqan demir ha, nazik, şəffaf seliklə. Bu da təzə balıqdır müəllimlər, xarab olmamış balıqdır. Əgər qəlsəmələri solğun olarsa, çikli boz olarsa, yapışqan əmələ gələrsə, seliklə, yapışqanlı selik olarsa, o zaman köhnə balıq hesab olunurdu. Balığın qarnının şiş olması, gözlərinin batması, pulcuqlarının tökülməsi. Deməli, doğru cavab C variantıdır. Baxaq. Əzələ qatının bərk olması, bu da təzə balıqdır. Sümüklərin çox kip olması, əlbəttə ki, köhnə balığın sümükləri kip olmayacaq. Bu da təzə balıqdır. Balığın temperaturu ətraf mühitin temperaturu ilə eynidir. Ətraf mühitin temperaturu ilə eynidir. Soyuq hava ilə eyni olmalıdır soyudulmuş balıqda. Ətraf mühiti ilə eyni olmalı deyil. Deməli, soyumamış balıq, belə deyək də, bədənin temperaturu ətrafdakı havanın temperaturuna bərabər. Amma soyudulmuş balıqda isə bədənin temperaturu soyuq havaya uyğun olmalıdır. Buzla 0 dərəcəyə qədər soyudulmuş balıq olmalıdır. Ona görə də C variantı da yanlış variant hesab olunur müəllimlər. Baxın, bu digər sualımıza. Burada bir doğru yazısı olmalıdır müəllimlər. Düşməyib, sarı işarəyə görə düşməyib. Burada bir yanlış. Biz həmişə doğru yanlışı müəyyən edin. Baxaq. Aha, bilək zərbəsi tilişkələrin, iti kənarların götürülməsi üçün istifadə olunur. Hansı ki, bu da yenə 7-ci sinifdən olan bir məlumat hesab olunur müəllimlər. Baxaq. Bilək zərbəsi tilişkələrin, iti kənarların götürülməsində istifadə olunur. Ən kiçik zərbədir. Bəli, bu doğru fikirdir. Deməli, plus qoyuruq buna. Polad 45 dərəcəlik bucaq. Xeyr, müəllimlər. Polad 60 dərəcəlik bucaq idi. Yanlışdır. Çapmanın sonunda biləyin gücünü zəiflədin. Bəli. Yenə bu da doğru fikirdir. Çapma sonunda biz çapma işi aparan zaman, yəni çapılmanı aparan zaman orada biləyi gücünü sona yaxın zəiflətməli idi. Çünki əgər bu da təhlükəsizlik qaydalarında olan bir ifadə hesab olunurdu. Çeyin zərbəsində qalınlığı 3-5 milli olan metalların çapılması, böyük səthlərin emalı zaman istifadə olunurdu. Bəli. Bu da doğru fikirdir. Çiyin zərbəsi 3-5 milli qalınlıqda çapılmada istifadə olunurdu. Böyük səthlərin emalında istifadə olunurdu. Hətta burada əl hərəkəti çiyindən başlayırdı. Daha böyük gücə malik zərbə alınırdı. Burada zərbə sərrast olmalıydı. Çəkicin döyəcinin mərkəzi qələmin başlığının mərkəzinə düşməlidir ki, buna diqqət etməliydik. Əlvan metallar 60 dərəcəlik bucaq altında hansı ki emal olunurdu müəllimlər. Bir dedik ki 60 dərəcədə emal olunan hansı ki müəllimlər qara metal olan polad idi. Yanlış fikirdir. Kəsmənin keyfiyyətini əlinizlə yoxlamayın. Kəsmənin keyfiyyətini əlinizlə yoxlamayın. Bu da çapmada olan bir təhlükəsizlik qaydasıdır ki, bəli, bu da doğru fikirdir hesab olunur. Demək müəllimlər, biz doğrudan doğrunu, yanlışdan yanlışı götürəcəyimiz üçün 1-i götürəcəyik. 3'ü götürəcəyik və 5'i götürəcəyik. 1, 3, 5 də A variantında qeyd olunmuşdur. Gəlib baxırıq digər sualımıza. Leyla kərgahda işləyərkən sapı parçada bərkitmək üçün, baxın diqqətlə qulaq asırıq. Leyla kərgahda, baxın kərgahda işləyərkən, kərgah ifadəsinə diqqətlə baxırıq. Sapı parçada bərkitmək üçün ilmə üsulundan istifadə etməlidir. O sapı iynədə tək qat keçirdib, ucunu düyümləyir. Tək qat keçirdib müəllimlər. İlmə üsulunda bir texnika var. Heç nə yox. O texnikanı bilməsəz bu şəklə diqqətlə baxmaq lazım olacaq. Leylanın işində yaranacaq əsas problem nə idi? Əlbəttə ki, Leyla burada
2 qat sapdan istifadə etməkdir. Çünki uşaq Leyla burada tək qat sapdan istifadə edib. 2 qat sapdan istifadə etməkdir. Birinci onun əsas problemi buradadır. Yox, əgər bilmirsinizsə, yəni deyəlim ki, bu üsulu yadınıza salmırsınız. Heç nə yox. Baxın, bu şəklə baxırsınız müəllimlər. Bu şəklə baxan zaman görürsünüz ki, iynəyə sap neçə qat keçirilib? 2 qat keçirilib də müəllimlər. 2 qat keçirilmiş bir sap var burada. Yəni ona baxıb ən azından cavabı tapa şəkildən bilərsiniz müəllimlər. Yenə də çox çətin deyil, çünki ipucularını hər yerdə sizin üçün təqdim ediblər müəllimlər. Digər növbəti sualımız, masanın ayağını çərçivəyə bərkidilən şuruplar yerindən düşüb. Aha, təmir zamanı köhnə şurupların yerinə hansı növ şuruplardan istifadə olunmalıdır? Əlbəttə ki, təmir zamanı köhnə şurupların yerinə ondan daha böyük olan başqa bir şurupdan istifadə edəcəkdir. Yox, əgər bu da əlimizin altında yoxdursa, taxta, milcigə yapışqan sürtürdük, o şəkildə o köhnə şurupları ora bağlayırdıq. İndi baxaq, daha qısa lakin eyni diametrli xeyir, qanadlı qaykası xeyir, yalnız paslanmayan poladdan hazırlanmış boltlar xeyir, eyni uzunluqda lakin bir daha böyük diametrli şuruplar istifadə olunmalıdır. Başlıqları qapaqdan 2 milli kənara çıxan şuruplardan xeyir, bu da yanlışdır. Hansı ki doğru cavab, başlıqları qapaqdan kənara çıxmamalıdır, uc hissələr çıxmalıdır. Doğru cavab D variantı hesab olunur müəllimlər. Şagird burğu dəzgahında deşik açarkən elektrik mühərrikinin fırlandığını görür, lakin burğu bərkidilən şpindel hərəkət etmir. Baxın, diqqətlə baxın, elektrik mühərrikində fırlanır deşik açarkən. Şpindel hərəkət etmir. Dəzgahın quruluşunu nəzərə alsaq, problem hansı hissədə ola bilər? Müəllimlər, bilirdiniz ki, biz dəzgahı şəbəkəyə qoşub işə salma düyməsini basırdıq. Ancaq fırlanma elektrik mühərrikindən qayış ötürməsi ilə dəzgahın şpindelini ötürürdü. O hansı ki, o görürsünüz nədədir? Elektrik fırlanma, elektrik mühərrikindən qayış ötürməsi ilə dəzgahın şpindelini ötürülürdü. Deməli, burada hardadır problem? Deməli, qayış ötürməsində problem var. İşə salma düyməsində heç bir problem yoxdur. İşə salacaqsan, bunun sizin üçün heç bir problemi olmayacaq. Qayış ötürməsinin qırılması və yerindən çıxması doğru cavabdır. Burğu patronu düzgün bağlanmayıb, xeyir. Şpindelin daxilindəki stopor xarab olub, xeyir. Elektrik şəbəkəsində gərginlik aşağıdır, xeyir. Müəllimlər, qayış ötürməsi qırılıb və yerindən çıxmış ola bilər. Çünki o dəzgahın şpindelinə o şəkildə ötürülür. Yəni, əgər şpindel hərəkət etmirsə, burada səbəb qayış ötürməsində olacaq. Çünki niyə? Fırlanma mühərrikdən qayış ötürməsi ilə şpindelə ötürülürdü. Bu şəkildə həyata keçirilirdi. Doğru cavabımız B variantı olmuş olacaq. Digər sualımıza baxırıq. Şagird metal çubuğun üzərində pafta ilə yiv açarkən yenə gəldik həmin eyni digər indiyə qədər keçdiyimiz o mövzulardan 7-ci sinifdən başqa bir mövzudur. Pafta ilə yiv açarkən yiv açma mövzusundadır. Metal yonqarlarının alətin deşiyindən çıxdığını müşahidə edir. İşi bitirdikdən sonra o hansı təhlükəsizlik qaydasına əməl etməlidir? Baxaq, yonqarları əllə təmizləmək xeyr. Yonqarları heç bir şəkildə əllə təmizləmək olmaz. Sonra yonqarı üfürləməklə təmizləmək də olmaz. Yəni, üfürülüb təmizləmək də doğru hal deyil. Bu, onun təhlükəsizlik qaydalarına aid fikir deyil. Nasaz alətlərlə işləmək də olmaz müəllimlər. Yiv açarkən əlcək geyinmək qadağandır, xeyr, əslində əlcək geyinilməlidir. Alətləri yonqardan süpürücü şotka ilə təmizlənməlidir. Doğru cavab budur. Çünki biz orada təhlükəsizlik qaydalarında 3 dənə təhlükəsizlik qaydası var idi ki, birinci alətləri yonqarından süpürgü şotka ilə təmizləməliydik. Nasaz alətlərlə işləməməliydik. Bir də əlləri kəsici alətlərin iti kənarlarından qorumalıydıq. 3 dənə təhlükəsizlik qaydası var idi ki, onlardan biri də burada doğru cavab kimi göstərilib. Digər növbəti sualımız əşyalarının görünən üsulla bərkitmə vasitələrinin uyğunlaşdırılmasıdır. Bu da müəllimlərin işə qəbulu imtahanının 2025-ci il imtahan sualıdır müəllimlər. Eyni ilə şəkillər də oradakı kimidir. Görünən üsulla bərkitmə vasitələri verilib. Hansı ki bu birinci metal asma dayaqdır. Sonra bu şəkildə gördüyünüz isə hansı ki metal kronşteynlerdir. Bax, bu metal kronşteynlerdir. Bu da isə metal asmalardır müəllimlər. Deməli, bu şəkildə uyğunlaşdırma həyata keçirilir. Sonra detalların yivli birləşməsinin texniki üstünlükləri haqqında verilmiş fikirlərdən tamamilə doğrudur. Yəni, biz tamamilə doğru olan fikri tapacağıq. Onlar mürəkkəbdir, yalnız xüsusi zavodlarda yığılır mürəkkəb deyirlər. Sadə olurlar, yanlışdır. Bu birləşmələr əslində sökülən birləşmələrdir. Çox sadə və etibarlıdır, asanlıqla sökülüb yığıla bilir. Doğru cavab C variantıdır. Yalnız silindrin daxili səthini tətbiq edir. Xeyr, xarici və daxili səthlərdə istifadə olunur. Bu birləşmələr heç vaxt şaibə istifadə edilmir. Xeyr, əsla istifadə edilə bilər. Yanlış ifadədir.
Şaybada bunun elementləri hesab olunur. Bot, windmill, qaykar, şaybə onun elementləridir. Yəni bu da yanlış cavabdır. Doğru cavab C variantı olmuş olacaq. Digər növbəti sualımız sxemə əsasən mikrodalğalı sobanın müsbət və mənfi tərəflərini qeyd eləyək. Yeməyin qızdırılması vaxtını qısaltması. Bu onun müsbət cəhətidir. Yeməyin donunun açılması da müsbət cəhətidir. Mətbəxdə yer tutması mənfi cəhətidir. Sağlam qidanın hazırlanması onun müsbət cəhətidir. Əlavə elektrik enerjisi sərf edir. Bu da onun mənfi cəhətləri hesab olunur. Deməli, 1-ə uyğun olacaq A, B, D. 1-ə uyğun olacaq A, B, D. 2-yə uyğun olacaq C, Y. Baxaq cavablarımıza, bu da D variantında qeyd olunub müəllimlər. Baxaq. Bişirilən un məmulatın rəngi bulanıqdır, xəmir acımır, tez qasına bağlayır, bişirilərkən çatlayır. Əlbəttə ki, burada səbəb duzundadır onun. Çünki əgər, baxın, A variantı yazıb duzsuz yoğrulub. Duzsuz yoğrulsaydı iştah açan dada malik olmazdı müəllimlər, acımayacaqdı. Bu yanlış fikirdir. Xəmirə həddindən artıq şəkər tozu, yəni şəkər tozunun aidiyyatı yoxdur. Xəmir həddindən artıq çox duzlu yoğrula bilər. Bəli, çox duz buna səbəb olur. Xəmirdə süd əvəzinə su istifadə olunub, fərqi yoxdur, oluna bilər. Un ələnmədiyi üçün oksigen çatışmır. Yəni bu da oksigenin çatışmaması onun belə deyərdim də şişməsinə səbəb göstərə bilər. Yəni səbəb ola bilər. Yəni bu da onun üçün doğru cavab hesab olunmur. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Baxırıq, yenə 7-ci sinifdən hansı ki müəllimlər metallara aid olan bir mövzudur. Baxırıq. Bizə polad çuğunun həm ayrı-ayrılıqda variantları, həm də eyni zamanda ortaq cəhətləri qeyd olunub. Tərkibində 2-4%-ə qədər karbon var. Müəllimlər, bilirik ki, poladla çuğunun hər ikisinin tərkibində karbon var. Poladda 2%-ə qədərdir, çuğunda isə 2-4% karbon olur. Deməli, 2-4% karbon çuğundadır. Buna A yazırıq. Sonra, sərt lakin kövrək xassəyə malikdir. Poladdan fərqli olaraq çuğun sərt olurdu, kövrək olurdu. Bu da çuğuna aid bir ifadədir. Dəmirin karbonla ərintisidir. Hər ikisi dəmirin karbonla ərintisidir. C variantı onların ortaq cəhətidir. Bərkdir, yaxşı döyülüb kəsilə bilir. Müəllimlər, poladdır ki, qara metallardan ən çox yayılmış ərintidir. Bərkdir, yaxşı döyülə bilir, yaxşıca da kəsilə bilir. Bu onun cavabıdır. D variantı birə aiddir. Maşın dəzgahlarında müxtəlif kəsici alətlərdə bilir ki, poladdan hazırlanır. Bu hər gün bizim gördüyümüz bir ifadədir. Deməli, 1D, Y, 2C, 3AB. Daha doğrusu üzr istəyirəm. 1DY, 2AB, 1DY, 2AB. Baxaq görə harda var? 1DY, 2AB, 3DC. Burada Y variantındadır. Səhv etmirəmsə, bundan uyğunlaşdırarsınız müəllimlər. Səhv etmirəmsə belə olmalıdır. Baxaq. Laboratoriya müayinəsi zamanı qoyun südünün tərkibində yağ miqdarı 7%-dir. Zulal isə 5% ölçülmüşdür. Bu südün 2 litrindəki yağ və zulalın cəmi qramla çəkisi nə qədərdir müəllimlər? Bizdən qramla çəkisini istəyir müəllimlər. İndi gəlin bir dəqiqə baxaq görəyin bunu biz hansı mövzuda keçmişdik? Əlbəttə ki, müəllimlər, yenə 7-ci sinifin, üzr istəyirəm, 8-ci sinifin o heyvandarlıqla bağlı olan mövzusundan bir daha, qoyunçuluq təsərrüfatından bağlı olan mövzusu ilə bir daha oradan başqa bir sual bizə təqdim olunur. Qoyun südünün tərkibində bilirdik ki, 6-8% yağ var idi. Zulal 4,5-6% idi. Süd şəkəri 4,6% idi. Mineral duzlar 0,8 və hansı ki vitaminlər var idi. Müəllimlər, baxaq. Dedi ki, yağın miqdarı 7%-dir. Götürülüb 6-8% idi yağın miqdarı orada. 7% arasından götürülüb. 7%. Deməli, yağ oldu 7%. Zulal isə 5% götürülüb. Zulaldakı müəllimlər 4,5-6% arasında hansı ki bir dənə 5%lıq götürüblər müəllimlər. Bu 1 litr südün tərkibindədir. Yəni 1 litr südün tərkibində olanlardır. Bizə verib ki, 2 litrindəki yağ və zulalın cəmi çəkisi qramla nə qədərdir? 2 litrindəkini hesablamalıyıq. Demək, biz birinci buradakı hesabı tapaq. 1 litrindəkini tapandan sonra 2 litrindəkini taparıq. Deməli, avtomatik şəkildə bunları toplayıb cavabımızı alırıq 12. 12 alandan sonra müəllimlər, deməli 12 litrindəki yağın zulalın qramda çəkisini tapmalıyıq. Birinci kiloqramla çəkib sonra qrama çevirə bilərik. 12-ni vururuq 2-yə, bölürük 100-ə. Bu da düşür müəllimlər 24 böl 100. 24 böl 100 hansı ki müəllimlər 0,100-ə 24'dür müəllimlər. Bu da 0,100-ə 24 alınacaq. Biz kiloqramı qrama çevirmək üçün bunu minəvranda hansı ki eləyəcək 240 qram müəllimlər. Bu şəkildə məsələmizin həlli sizin üçün qeyd etdim. Ümidvaram ki anlamışdınız. Məsələni başa düşdünüz müəllimlər.
Aha, digər növbəti sualımız gün ərzində toyuqlara 20-25 qram miqdarda silos vermək tövsiyə olunur. Fermer 100 baş qoyun saxlayır. Üzr istəyirəm, toyuq saxlayır. Tövsiyə olunan minimum normaya əsasən o gün ərzində toyuqlara cəmi nə qədər minimuma diqqət eləyirik müəllimlər. Bilirdik ki, bu da 9-cu sinifin hansı ki siloslaşdırma, görəşən ev heyvanları üçün və yaxud da quşlar üçün yem tədarükün hazırlanması mövzusuna aid bir sualdır. Bilirdik ki, orada siloslar quşlar üçün də hazırlanırdı, görəşən ev heyvanları üçün də hazırlanırdı. Gün ərzində bir dənə toyuğa hansı ki 20-25 qram, bir dənə Hind toyuğuna 35-50 qram, qaz və ördəyə isə 250-300 qram idi. Deməli toyuğa 20-25 qram verilib. Aha, deməli 20-25 qramdırsa bizdən minimum istəyir. 20 bizim üçün lazımdır. 25 bizim üçün lazımdır. Əgər maksimum desəydi 25-i götürərdi. Bizim üçün lazım olan 20-dir. Aha, və 100 baş toyuğa nə qədər olacaq? İndi biz bura diqqət eləyək. Qramla verilib. Amma cavablarda kiloqram var. Yenə də diqqət eləyin müəllimlər. Çünki ola bilər qramla olan cavabı da verər. Və bizdən kiloqramdan istəyər və yaxud da qramdan istəyər. Bu hissəyə diqqət eləyin müəllimlər. Aha, və 100 baş toyuq saxlayırlar. Deməli müəllimlər, 20-ni vururuq 100-ə. Bu da yer, üzr istəyirəm, 2000. Düzdürmü? Bu da 2000 eləyir. 2000-i də kiloqrama çevirəndə 1000-ə bölürdük, 2 kiloqram qalırdı. Doğru cavabımız 2-dir müəllimlər. Sonra növbəti sualımız. Bir inək hər yemləmədə 3 kiloqram silos verilir. Sutkalıq maksimum norması 18 kiloqram tamamlamaq üçün neçə dəfə yemlənilməlidir? Aha, bu məsələnin müəllimlər həllini bilməlisiniz. Yəni əsas sizin üçün onun həllini bilməkdir. Müəllimlər yenə də eyni mövzudan 9-cu sinifdən bu yemlərin hazırlanması mövzusudur ki, heyvanlar üçün hazırlanan, quşlar üçün yemlərin hazırlanması da silos mövzusundandır. Silos da bilinir ki, bitkilərin yaşıl hissələrindən qıcqırtma yolu ilə alınmış quş və heyvan yemi hesab olunurdu. Hansı ki, quşlar üçün silosun keyfiyyəti siloslaşdırılan bitkilərin inkişaf mərhələsindən, onların rütubətliliyindən asılı idi. Görəşən ev heyvanları üçün silosun keyfiyyəti qablaşdırılmanın sıxlığından, bir də hermetikliyindən asılı idi müəllimlər. Dedik ki, inək üçün hər yemləmədə 3 kiloqram silos verilir. Baxın müəllimlər. Bu 100 kiloqram çəkisi olan inəkdir. 100 kiloqram çəkisi olan hər inək hər yemləmədə 3-5 alırdı. Buna diqqət edirik. Amma sutkada gün ərzində 15-18 kiloqram alırdı. Gün ərzində 15-18 kiloqram alırdı. İndi biz tapmalıyıq ki, bu 18 kiloqram hansına aiddir? 15 kiloqram hansına aiddir? Bizim üçün 18 kiloqramı tamamlamaq üçün neçə dəfə yemlənməlidir? Deməli, 18 kiloqramı tamamlamaq üçün, əslində mən bu məsələ ilə yenə də deyirəm. Çünki 3-5 kiloqram verilirsə, bölməliydik 3-ə. Yəni 18-i bölürük avtomatik şəkildə 3-ə. Nə qədər düşür? 6 dəfə. Hə, yox, problem yoxdur. 6 dəfə. Elə bir variant çıxmır. Üzü sayın. Düz imiş. Elə bir variant çıxmır. Başqa variant fikirləşmişdim. Deməli 18-i 3-ə böləndə nə düşürdü? 6 düşürdü müəllimlər. 18-i bölürdük 3 avtomatik. 3 kiloqram hər yemləmədə veribsə, müəllimlər, deməli bu sutkalıq maksimum 18 kiloqram. Bax 15-18 daha maksimum sözünə diqqət eləyin. Minimumu demir axı, maksimumu deyir. Minimum 15 idi, maksimum 18-dir. Buna diqqət eləyirik. Deməli nə qədər verilməlidir? 6 dəfə veriləcək. 3 kiloqram verilibsə, 18 kiloqram verilibsə, deməli 18-i böləcəyik 3-ə. Cavab isə 6 dəfə düşmüş olacaq. Hər birinizə uğurlar müəllimlər.